Füzuli rindü şeydadır, həmişə xalqə rüsvadır, xəlqə rüsvadır. Hə. Füzuli heç kəsə fikir verməyən eşq dəlisidir. Ay sağ. Rindü şeydadır. Heç kəsə fikir verməyən Eşq dəlisidir. bir eşq dəlisidir, eşq sevdalısıdır və həmişə də nədir? Xalqa rüsvadır. Ona görə də xəlqə rüsvadır. Ona görə də xəlqə rüsvadır. Eşq dəlisi olanlar nə olur? Rüsva olur da. Başa düşdü? Yerə buna bax, ya, utanmır, vüqara bax, ya, belə falan bəs məkan, falan qızdan sonra ölür, ağlayır, nə nağarır, nə neyniyir, düzdürmü? O Müşfiqin oğlunun başı çatmır, belə falan, bir dənə qızdan ötürü oturub ağlayır, nə gecələr yatmır. Hamı sənə hiylə deyəcək, bəlkə də yaşayıbsan onu, düzdür? Hiylə deyirlər. Amma onlar bilmir axı, o X bir dənə bu ağaca, bir dənə nə bax, bir dənə həmin gözəl, elə bir məşuqədir, həmin gözəl xanımdır. Bax hələ, Füzuli həm də nə deyir? Deyir, mənə dəli deyənlər, siz həmin mənim məşuqəmi görsəydiniz, özünüz dəli olacaqsınız. Siz özünüz dəli olarsınız, deyir, mən niyə dəli deyirsiniz ki? Ay, mənə dəli deyənlər. Bax hələ, sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı? Həm də maraqlıdır, bu sevdadan usanmır, ləzzət alır. Əsl aşiqlər məşuqəsinə elə qovuşmamaqdan zövq alır. Real həyatda başa düşürəm, biz bunu qəbul eləmirik, tez qapazlamaq istəyirik məşuqəmizi. Amma bax hələ, sufizmdə nədir? Sufizmdə, belə deyək də, elə o gözəl kənarda qalmalıdır. Bəli. Sən ona biraz qovuşmamalısan, biraz intizarında qalmalısan. Və həmin əzabdan, onlar nə alırlar? Zövq alırlar. Deyir müəllim, əsl eşq qovuşmayacağını bilə-bilə sevməkdir. TikTok söhbəti idi, təşəkkür edirəm. Onlardan götürübsən. Heç yerdə. Razı sözlər çox lazımdır. Sağ ol, təşəkkür edirəm.